gəldi. Ümumiyyətlə bu 2000-ci illərdən bu günə qədər Sovet İttifaqını, SSR-ni görən soyuq müharibəsi bitdikdən sonra dünyada o Fransız Fukuyamanın tarixi bir sonu var, əsəri var ki, SSR dağıldı, soyuq müharibə bitdi, yaşasın liberalizm, müharibə olmayacaq. Amma elə sonra da Fransız Fukuyama Azərbaycan dilində də var, tarixin sonu alıb oxuya bilərlər. Desən Azərbaycanca Francis'dir da adı. Francis Fukuyama, çünki tamaşaçılarımız alıb oxuya bilərlər. Yapon əsəlli Francis Fukuyama. Sonra amma özü bir məqalə yazıb 95-ci ildə ki, yox, bu mən səhv eləmişəm, tarixin sonu deyilmiş, müharibələr davam edir. Həmin ərəfə nədir? Balkanlarda müharibə gedir, etnik müharibələr gedir. Sonra Samuel Huntington var. Ömrü boyu Pentagona yaxın bir adam olub. Henry Kissingerin müəllimlərindən sayılıb. O məktəb Hans Morgenthau onun tələbəsi olub. O da dedi ki, mədəniyyətlər toqquşması. Və bu mədəniyyətlər toqquşmasında Rusiya, Ukrayna var, biz varıq, Türkiyə var və s. Və nəticə etibarı ilə bu tarixin sonu mədəniyyətlər toqquşmasından gələn nəticə bu oldu ki, dünyada qəribə hadisələr baş verməyə başladı və ən önəmlisi də bizim sizlə növbəti axır dəfə müzakirə siyasi sistemlər deqradasiya uğradı, ideologiyalar məhv oldu və liderlər çökdü, yoxdur liderlər. Siz Amerika Birləşmiş Ştatlarını mənə elə gəlir, Barack Obama'nın dövründən götürəndə. Bəli, oradan başlayır. Bu proseslərin, bu ideologiyaların, bəli, olmasının demək səbəbkarlarından, bahisçilərindən biri. Ümumiyyətlə liderlər məsəl üçün yoxdur. Məsələn, mən Tony Blairin dünən Yossaqaycın bioqrafiyasını oxudum, bitirdim. Maraqlı bir fikirlər deyir, İslam dünyası ilə bağlı. Bu günlərin Trump və Trump kimi insanların iqtidarda olmasının səbəbləri çoxdur. Amma bugün diqqət edirsinizsə, özünüz də arif insansınız, belə insanlar populizm, məsələn, ən çox populist siyasətçilər Latin Amerikasındadır. Ən çox sosializm quracaq dırnaqarası oradadır. Trump və Trump kimi iqtidara gəlməsinin əsas səbəblərindən biri budur ki, ideologiyalar, dəyərlər sistemi çöküb. Tamamilə razıyam. De-ideologizasiya gedir. Yoxdur. Adını çəkdiyiniz Reaganın, Nixonun, digərlərinin bir dəyərləri vardı. Kennedy'nin fərqi yoxdur, səhv, düz. Amma Trump... İdeoloji əqidələri var. İdeoloji əqidələri var. Mən biznesmenin, iş adamının siyasətlə məşğul olmasının əleyhinə deyiləm. Amma biznesmen, iş adamı bilməlidir ki, siyasət tamam fərqli bir şeydir. Siyasət tamam bir söz sənətidir. Elon Musk gördünüz nə günə qaldı, biabırçı bir vəziyyətdədir, budur. Amma... Ki, hansısı ki, Elon Musk'ın ağlına heç kimin şübhəsi yoxdur. Dahi bir insandır. Amma siyasət tamamilə... Məhv elədi onu. Vitkov bina tikəndi, Trump'ın neçə illik dostudur, bir yerdə maliyyə, bina tikiblər, batıblar, qalxıblar. Biz dedik də ki, dövlət departamenti sıradan çıxarılıb, indi Trump'ın özəl müşavirləri Tom Barak, Vitkov, Çelov, bunlar elə ortalıqda gəzirlər, danışıqlar aparırlar, müəyyən fikirlər bildirlər. Bugün bu populistlərin iqtidara gəlməsinin, Trump və Trump kimi insanların, özün Amerika Birləşmiş Ştatlarında bu bir faziədir ki, bir lider yoxdur. Amerika Birləşmiş Ştatları digər dövlətlərə baxanda, nə bilim, ölkələrə baxanda, cəmiyyətlərə baxanda müəyyən belə siyasi institut sistemi oturmuş bir cəmiyyətdir. Amma mən çıxır liderlər. Məsəl üçün, deyir, indi demokratlara bir xanım namizəd olacaqmış, parıldayır, yavaş-yavaş oldu. Var mı böyle bir şey? New York'un merinin adı bu təzə seçilənin ki, sosialist, müsülman, komünist ideoloji məxsus olan New York'un bir Amerikada. Bəli, özü Amerikada, Amerika Birləşmiş Ştatlarında da anadan olmayan bir adam. Bəli. Fantastik biabırçılıqdır. Fantastik biabırçılıdır. Trump nə qədər əleyhinə danışdı olmadı. Və məsələ nədir? Bugün dünyanın siyasi sistemində, dünyanın qlobal problemlərindən, beynəlxalq təhlükəsizliyi təhdid edən məsələlərdən biri hal-hazırda müharibələrdir. İkinci su müharibələrdir və üçüncü miqrasiyadır. Bugün ən çox da müsəlman ölkələrindən, İslam ölkələrindən
miqrasiyanın, immiqrantların çoxalması, müharibələrin baş verməsi, yoxsulluq və digər artması və günü-gündən ölkələrdə Amerika Birləşmiş Ştatları kimi və digər ölkələrdə miqrantlara qarşı bir anti-etnikçilik, bölücülük, nifrət, kin qüsur və Trump kimi siyasətçilər də bunlardan istifadə edərək hakimiyyətə gəlirlər və səs alırlar. Bu gün Trumpın reytingi çox düşür. Trump müharibə dayandırırdı, artıq Maduro'nu devirmək üçün planlar qurur, artıq əmr verir. Trump gəldikdən sonra bütün ştatlarla düşmən olur. Texasın seçki dairələrini ləğv eləyir, gəh bölür, deyirlər ki, neyinirsən? Miqrantlara qarşı anti-fikirlər bildirir. Ona görə də Mənə gəlir ki, o Putin əmrlərini sadəcə yerinə yetirir. Putinlərin əmrlərindən də əlavə biz bir dəfə də deyilmişik. Yəni Amerika Birləşmiş Ştatlarının dərin bir dövləti olan bir dövlətçi nümayəndəsi var. Pentaqonu var, Mərkəzi Kəşfiyyatı var, Ağ Ev var. Müəyyən dünyada yeganə tək bir dövlətdir ki, o beyin mərkəzləri ilə idarə olunur. Beyin mərkəzləri ilə hesablaşır. Azərbaycanda məsəl üçün beyin mərkəzləri var. Dövlətin tabeliyində olan beyin mərkəzi xaric bir düzəmənli, bir güclü bir beyin mərkəzi də yoxdur və yaxud da varsa da dövlət ondan nə öyrənir, bilmir. Amma Amerika Birləşmiş Ştatlarının bir sistem qurulub. Bununla aparılır. Ona görə də Trumpın və Amerika Birləşmiş Ştatlarında Trumpın iqtidarda olması ümumiyyətlə bizim sizlə əsasla Rus-Ukrayna müharibəsi və digərləri üçün yəni əndazə planlar yığır. Qəzzəyə bütün beynəlxalq əsgərləri ora qatmaq istəyir. Nə bilim, bunu belə eləyir, digər məsələ eləyir. Və mən bir məsələ deyim ki, Kamran bəy, əmrlərindən əlavə Putin Trumpı ələ salır. Bu faktdır ki, yəni bu son indi bu yəqin ki, buna da girəcək bu 28-ci il. Gələcək elə mən oradan ona görə də mən sözünüzə qüvvət, bu əsas sizin sualı siyasətşünasların araşdıra biləcəkləri daha savadlı, daha detallıdır. Amma Amerikanlı bir alimdən sualı sizə verir. Minnətdaram. Amerikanlı bir Harvard Universiteti, bir də Kolumbiya Universitetinin iki alimi bir yazıb, yaxşı bir kitab yazıb ki, Amerikada demokratiya yarası bitib. Niyə demokratiya ölüb? Bugün Trump kimi adamlar hakimiyyətə gəlir. Hə, bugün Biden administrasiyası... Amma o da demokratiyanın fəsadıdır. Yəni elə adamların hakimiyyətə gəlməsi də yəni o mükəmməl bir cəmiyyət yaratmaq üçün demokratiya təbii ki mütləqdir, amma demokratiya özü mükəmməl deyil. Liberalizm Churchillin sözüdür də, dünyada demokratiyadan ən pis yoxdur, amma başqa yaxşısı hələ səsini icad edəməmiş. Tapaq, bəli, icad edək. Ona görə də Trumpın Amerika Birləşmiş Ştatlarında iqtidarda olması, prezident seçilməsi, Amerika Birləşmiş Ştatları böyük bir dövləti demək, idarə etməsi. Bir təyyarəyə minir, başqa söz deyir. Başqa bir təyyarəyə bir söz verir. Bu müharibəni dayandıracam deyir, Venezuela müharibə ilə eləyir. Çinlə götürür, vergilər qoyur, geri çəkir. Nə bilim, digər məsələlər eləyir. Onu söyür, bunu tərifləyir və s. Bu siyasi institutların və ən önəmlisi sizin də dediyiniz siyasi ideologiyaların, siyasi dəyərlərin itdiyi deməkdir. Bugün bütün dünyada popülistlər, popülist siyasətçilər, ideologiya, ona görə də siz də, biz də ideologiyalar önəmli bir şeydir. Ona görə də Amerika Birləşmiş Ştatlarında Trump kimi, Trumpın seçilməsinin və bugündən sonra da nə qədərcə ştatlara müharibə eləyim, aparacaq, aparmayacaq bilmirəm. Amma mənə elə gəlir ki, siz də bunu izləyən bilən, Amerika Birləşmiş Ştatlarında bir oturuşmuş sistem olacaq, var ki də, Trump kimlərinin də yəqin ki bir erası, yəqin ki bitəcək və ya Trump olsa pis yaxşı tarixə düşüb. Gələcək nəsillər, gələcək tarixçilər, siyasətşünaslar, beynəlxalq münasibətlərlə məşğul olanlar Trumpın imicini, bioqrafiyasını yazanda da bu olacaq. Amma Amerika Birləşmiş Ştatları Trump yox, Trumpdan sonraki siyasətçilərin, gələcək nəsillərin belə deyək, bundan da yaxşı olacağını əminəm. Burada bilirsiniz, mən uşaqlığımdan bəzi mənə aid olmayan sferlərlə maraqlanmaq xoşlamışam. Yəni geniş bilgi
Yəni spektr geniş olanda məncə Yəni, həyatdan sizin sualınıza cavab verə bildim. Təbii. Əsl belə öyrətmən kimi, müəllim kimi cavab verdiniz və mən əminəm ki, tələbələr də sizdən çox razıdırlar, tamaşaçılarımız da, çünki Teymur bəyin bu izahı çox önəmlidir. Baxın,